Məxmər müəllimə, buyurun. Deyin görün mənə çərçivə və set kimi məlumatları ortadan və uclarına yaxın yerdən birləşdirəndə nə cür birləşdiririk? Uclarına yaxın yerdə olanda eninə və ya düz bucaq altında, ortasında isə yalnız düz bucaq altında. Nədir pilləri taxma? Kiçik, elə bil ki, tirciyin qalınlığının yarısına qədər kəsilmiş hissəsi pilləri taxma adlanır. Tirciklərin kəsilmiş hissəsi birləşdirilərsə o nəyə bərabər olacaq? Tirciklər onların qalınlığının yarısına. Qalınlığına, yəni öz qalınlığına bərabər olacaqdır. Yaxşı, keçdik. Birləşdiriləcək hissə düz bucaq altında olarsa nəyə bərabər olacaq? Kəsilən hissənin uzunluğu eninə bərabər olur. Uclarına yaxın yerdə bəs? Uclarına yaxın yerlərdə uzunluğu deyirsinizsə, orada kənara və kəsilmiş hissələri bərabər olmalıdır. Kəsilən hissə 0.5, 1.5 hissəsinə bərabər olur. Tirciklər dörd tərəfdən və yaxud da dörd tərəfdən nişanlananda nə ilə nişanlanılır? Xəttkeş vasitəsilə. Dörd tərəfdəndirsə xəttkeş deyil. Dörd tərəfdən isə bucaqlıq vasitəsilə. Bəs eni uzunu? Eni uzunu xəttkeş vasitəsilə. Kəsiləcək hissə nə vasitəsilə nişanlanılır? Necə nişanlanır yəni? Kəsiləcək hissə xəttkeş vasitəsilə nişanlanırdı. Xəttkeş vasitəsilə. Yox, kəsiləcək hissə işarə olaraq. X hərfi ilə işarə edilir. Bəli. Keçdik. Mən sizə açar söz olaraq demişdim ki, kəsim atılır, kəsilir və uyğunlaşdırılır. Liflərin əgər tirciyin uzunluğuna və yaxud eninə olarsa, xırda dişli mişarla kəsim atılır. Kəsilirsə xarrat iskənəsinə də, uyğunlaşdırırsa iskənə və törpüdür. Yaxşı. Reismus və bucaqlıq məmulatın üzərində necə yerləşdirilir? Tirciyin tən ortasında yerləşdirilir. Reismusun ayağı tirciyin tən ortasında yerləşir, qəlib və pazla birləşdirilir. Baş və kənar hissələrindən də uzuna xəttlər çəkilir. Bəli, düzdür. Yaxşı. Məsafə nə qədər olur dediniz? Harda məsafə? Demişdik ki, kəsim atılır, kəsilir və uyğunlaşdırılır. Kəsilən zaman o məsafə necə yerləşir? Şkant birləşməsinin haqqında məlumat verin. Şkant fransız dilindən yumru taxma zivana deməkdir. Yumru oduncaq millərə deyilir. İlk öncə şkantlar üçün deşiklər açılır, yapışqanlar çəkilir. Daha sonra isə yapışqanı çəkildikdən sonra şkant ora geyindirilir. Atlıqlarda, sıxacılarda etibarlı bərk edilir. Tirciyin özü bucaqlığın ölçüləri yoxlanılır. Daha sonra kleylənir və ondan sonra 24 saat ərzində gözləyirik ki, qurusun. Quruduqdan sonra kənardan çıxan hissəyə xırda dişli mişar vasitəsilə mişarlayırıq. Sonra başlıqlarını qoparmamaq üçün kənarlardan mərkəzə doğru rəndi ilə yonuruq, Y və sumbata kağızı vasitəsilə də təmizləyirik. Bəli, düzdür. Keçdik. Siz mənə deyin görüm, şkant birləşməsindən harda rast gəlmişik? Qapı bloklarında, çərçivələrdə, masalarda, stullarda rast gəlmək olar, bir də yeşiklərdə. Yeşiklərin hissəsini deyirdik. 1, 2 divarcıq, 3 ara kəsmə, 4 altlıq. Yaxşı. Çiçək kimi, həmişəki kimi çox gözəl öyrənmişdiniz. Buyurun. O birisini də məndən soruşdan sonra çata bilmərəm, kurikuluma girəcəm ona görə. Əgər əziyyət deyilsə. Saat elektrik dövrəsi nələrə aiddir? Cib fənər bateriyası, közərmə lampası, açar və naqil. Biz demişdik ki, xəritədə baxanda evlər, dağları görmürük. Nə şəkildə çəkilmişdi ki, biz onları görmürdük? Şərt topografik işarələr şəklində. Ən sadə işarə hansıdır? Naqil. Cərəyan mənbəyi haqqında məlumat verin. Cərəyan mənbəyi 2 müxtəlif uzunluqlu xəttdən işarə olunur. Müsbət və mənfi olmaqla 2 yerə bölünür. Müsbət uzundur, mənfi isə qısa. Nədir elektrik? Elektrik yüklərinin varlığı, qarşılıqlı təsir və şərtləndirilmiş hadisələr cəmi. Bəli, elektrik hansı sözdən götürülüb? Mənası nədir? Yunan sözündən götürülüb, mənası elektron və yaxud kəhraba deməkdir. Yaxşı. Deməli, lampada olan gərginlik və baterikada gərginlik? Lampanın olur 3,3 volt, bateriyamız 1,5 volt. 2 baterika birləşəndə? Olur 3 volt. Dövrə açıq olanda, yoxsa qapalı olanda insanlar elektrik götürülürdü? Qapanmamış vəziyyətdə olduqda cərəyan axmırdı. Yox, qapalı vəziyyətdə olanda. Qapanmamış vəziyyətdə kitabda yazılmış deyil. O başqadır, mən deyirəm cərəyan axmamasıdır. Amma qapalı halda dövrəyə qoşulur. Yaxşı.
Çiçək kimi. Buyurun müəllimə. Yəni nə qədər qulaq assaz sizin üçün bir o qədər xeyirdir. Gəlsin yoldaş Güllü müəllimə. Güllü müəllimə, çərçivə və stent kimi məmulatları uclarına yaxın yerdən və ortadan, yəni bərkləri isə Uzunluğuna necə yaxın yerdə uzunluğa və eninə, arada isə düz bucaq altında. Nədir pilləri taxma? Birləşdirəcək hissələrin qalınlığı yarısına qədər kəsilərsə buna pilləli taxma deyilir. Tirciklərin birləşdirilməsi az tətbiq olunur. Hansı birləşmədir bu? Müxtəlif bucaq altında. Çiçək kimi, bəli. Əgər düz bucaq altında birləşərsə? Düz bucaq altında birləşərsə o həm uclarında birləşə bilər, həm ortada birləşə bilər. Nəyə bərabər olacaq? Qalınlığı düz bucaq altında olanda kəsilən hissə detalın qalınlığının yarısına bərabər olmalı. Uzunluqla en bərabər olmalı, düzdürmü? Bəs isə uclarına yaxın yerdə birləşəndə nəyə bərabər olur? Uzunluğuna bir də kənara çıxan hissə ilə kəsim arasında o Kəsilmiş Bərabər olmalı. kəsilmiş və kənara çıxan hissə bərabər Və olur ki, bu da bərabər olmalı. bu da tirciyin elinin nə qədər hissəsinə bərabər olur? 0,5, 1,5 hissəsi. 0,1, 0,1,5 düzdür. Yaxşı, nişanlama əməliyyatı əgər eninə uzundan nişanlayırıqsa nə vasitəsilə nişanlanılır? Eyni zamanda Nişanlama xəttkeşlə, amma kənarlarından eləyirsə bucaqlıqla, yəni bütün 4 tərəfdən olarsa bucaqlıq. bəli, düzdür. Yaxşı, keçdik. 4 tərəf varsa bucaqlıqdır, eyni uzun varsa deməli xəttkeş vasitəsilə. Kəsiləcək hissə necə nişanlanılır? Kəsiləcək hissə ölçülür, xəttkeş vasitəsilə ölçülür, nişanlanır. Yəni belə işarə olur. X-la işarə edilir. Onun sorusu X-la. Bəli. Reismus və bucaqlıq məmulatın üzərində necə yerləşdirilir? Reismus ümumiyyətlə paralel xəttlər çəkməkdən ötürüdür. Təpəsində və enində, yəni en tərəfində, yəni qalınlığında mismar, o kiçik mismar tən ortasına qoyulur, paz və qəlib vasitəsilə bərkidilir, sonra xəttlər çəkilərək nişanlama yerlərindən xəttlərlə Bucaqlıq yəni eninə, reismus isə uzunluğuna olmaqla ölçülür, düzdürmü? Yerləşdirilir. Açar söz demişdim, kəsim atılır, kəsilir və uyğunlaşdırılır. Kəsim atılır xırdaçılı mişarla, gözdə eninə mişarla. Kəsilirsə iskənə ilə. Bəs uyğunlaşdırılır? Törpü və cılalayıcı kağızla. Yox, müəllimə, yox. Sumbata kağızı, törpü və Yeyə və törpü ilə. İskənə və törpü ilə. İskənə və törpü ilə. Çaşdım, iskənə və törpü ilə. Bəli. Bu zaman məsafə necə olur? Mişarlama 10-15 mm məsafədə mişar yerləri kəsilir. Qalınlığına yarısına qədər mişarlanır, sonra iskənə vasitəsilə onu kəsib çıxardır. Şkant birləşməsinə. Şkant birləşməsi fransız dilində şkant, taxma zivana deməkdir. Yumru silindri formasında olur. Bu birləşmə, yəni oduncaqların birləşdirməsi mismar, şurup və şkantlarla birləşdirmədir. Yəni möhkəm birləşdirmə olduğuna görə. Şkantla birləşmədə deşiklər açılır, şkantlara yapışqan sürtülür ki, taxılır deşiklərə. Sonra isə onu sıxacın altında atlıq taxtalarla qoyuruq ki, material əzilməsin. Sonra 24 saat ərzində saxlanılır, yapışqan tam qurusun deyə. Sonra da artıq hissələr kəsilməlidir. Bu da mişar ilə kəsilənir təpəsində. Sonra əgər girinti çıxıntı yerləri qalarsa, rəndə ilə onu kənarından mərkəzə doğru yonurlar. Yonduqdan sonra ehtiyatla da qopmaması üçün. Müəllimə, artıq hissələr kəsmir deyə yapışqan ki çıxıb bərkimişdik. Biz bunu xırda dişli mişar vasitəsilə kəsirik. Sonra rəndə ilə kənardan mərkəzə, yoxsa mərkəzdən kənara? Kənardan mərkəzə doğru. Sonra nə edirdik bəs? Nə ilə təmizləyirdik? Cılalayıcı kağızla da. Bir də, yəni sumbata kağızla, bir də nə? Törpü ilə. Müəllimə, mən demişdim ki, şurubun başlığında olan metal qırıntılarını nə təmizləyirdik? Yadınıza salın. Yeyə vasitəsi. Yeyə və sumbata kağızı, düzdürmü? Burada da təmizləmə yeyə və sumbata kağızdan olacaq. Yaxşı. Səsə konspektə baxmısınız müəllimə?
Konspektə bayaq baxmışam, yox. Hə, görürsüz, ona görə belə. Yaxşı, eybi yox. Bir də deməli, Hə, şkant yox, kitaba birləşməsindən baxmışam daha doğrusu. harda istifadə olunur? Çərçivələrdə, stollarda, sonra nəfəsliklərdə, Hı hı. çərçivənin küç birləşdirmələrində istifadə olunur. Yaxşı, yeşik birləşməsində istifadə olunur. Bəs yeşik hissələri nə olacaq? Yeşik hissələri aralıqdır, divarcıqlardır, yəni sağ, sol, yəni en uzun divarcıqlardır, bir də atlıqdır. Bəli, Yəni ara nömrə kəsmə. ilə desəm 1-2 divarcıqlardır, 3 ara kəsmədir, 4 isə atlıqdır. Ay maşallah. Deməli, çiçək kimi dərs öyrənmişsiniz. Biraz daha dəqiq olmaq lazım, diqqətli olmaq lazımdır. Baxmamışam da siyahınızı mən. Ha, eybi yoxdur. Gəlsin buyursun Hicran müəllimə. Hicran müəllimə çərçivə stent kimi məmulatları birləşdirmək üçün eninə nə zaman birləşdirilir, necə birləşdirilir, uzunluğuna nə cür birləşdirilir? Hə, deməli, kiçik tirlər vasitəsilə uclarına, yox, bu bir dəqiqə özümü toplayım. Narahat olmayın. Deməli, dediniz enli və uzunluğa enli və uzunluğa düz bucaq altında, enli və uzunluğa olanda düz bucaq altında ucları onu soruşurdunuz müəllimə. Yox, mən əlimizlə yadda saxlamışdıq. Əgər uzun varsa, bir də ortadan varsa nə cür olurdu? Əlimizlə yadımıza salaq. Ay sağ ol. Hə, o dəqiqə deyil, bu dəqiqə deyil. Deməli, əgər uzunluq olurdusa, onu hazırlanacaq material yarıya qədər kəsilir və üst-üstə qoyulur. Onun eni uzunda materialla təbəqə ilə eyni olurdu. Birləşmə qalınlığına bərabərdir. Bu heç. Bir dənə fərzi əlimizdir, 2 dənə də tircikdir. Bu uclarına yaxın birləşdirəndə hansı formada olur? Ortadan birləşdirəndə hansı formada olur? Yadımıza düz bucaqlı və uzunluq dediyinizi deyirsən. Hə, deməli eninə uzunluq olanda onun eninə bərabərdir. Yox, onu başa düşdük. Baxın, mən deyim, siz deyin. Narahat olmayın. Bax, uclarına yaxın yerdir. Bax, detaldır, taxtadır. Bu uzunluğuna və düz bucaq altına yerləşdirə bilərik. Amma ortada olanda yalnız hansı formada yerləşdiririk? Ortasında olanda tən ortadan birləşdirilir, orada eni uzunluğu eninə birləşdirilir təkcə. Onu demək. Bəli, yəni düz bucaq altında. Eninə olanda tən ortadan birləşdirilir və o da onun eninə bərabərdir. Amma uclarına birləşdirəndə onun özünə bərabər olur. Bəli, yaxşı. Kəsilmişsə özünə bərabər olur. Mən fikrimi çatdıra bilmirəm. Bilirəm, yaxşı da oxumuşdum, amma fikrimi çatdıra bilmədim. Yox, narahat olmayın, hər şey yaxşıdır. Mən bilirəm ki, siz bilirsiniz, amma yaxşı, narahat olmayın. Deməli, oxumuşam, tam çatdıra bilmədim. Tirciklər hansı bucaq altında birləşməsi daha az tətbiq olunur? Düz bucaq altında olanlar daha az tətbiq olunur. Müxtəlif bucaq altında olan? Müxtəlif düz bucaq altında olanlar. Düz yox, müxtəlif bucaq altında. Yaxşı. Əgər tirciklər düz bucaq altında birləşdirilibsə, əgər tirciklər düz bucaq altında birləşdirilirsə, o pilləli taxma adlanır. Hicran müəllimə, bugünkü qeyddən sizi götürürəm, zəhmət olmasa gələn dəfə Allah qoysa bunu bir daha sizdən soruşacağam. Hicran müəllimə, olur. Hə, yaxşı, siz belə neçə 6-cı sinifin 9-cu mövzusu olur. Qeyd götürdüm. Deməli, əgər desək ki, düz bucaq altında birləşdirsə nəyə bərabər olacaq? Əgər düz bucaq altında birləşsə, onun özünə bərabər olur. Uzunu və eni bərabər olacaqdır. Uzunu və eni özünə bərabər olur. Uclarına yaxın yerdə olsa, yəni uzunluğuna bərabər. Uclarına yaxın yerdə olsa, onun eninə bərabər olur. Ay Hicran müəllimə. Yox. Müəllimə, onlar biraz axırda məndən soruşun. Fikrim tamam. İlahə müəllimə, bu danışırlar, qarışdı bütün. Narahat olmayın. İlahə müəllimə. Narahat olmayın. İlahə müəllimə desin görə çərçivə stent kimi məmulatları birləşdirmək üçün birləşdiriləcək hissə nə cür olurdu? Deyim, kiçik tirlər uclarına yaxın, düz bucaq altındakı uzunluğuna, tən ortasında isə yalnız düz bucaq altında. Pillər taxma nə olur? Pillərə taxma birləşdirəcək hissələrin qalınlığının yarısına kəsmiş hissəsi. Bəli. Deməli, siz mənə deyin görüm, hansı bucaq altında birləşmə daha az tətbiq olunur? Müxtəlif bucaqlar altında. Sənə afərin. Əgər düz bucaq altında birləşdirilərsə tirciklər? Düz bucaq altında birləşdirilərsə, onun uzunu və enini bərabər olmalıdır. Afərin.
eğer uzunluğu altında birləşdirilərsə, bu zaman onun kənara kəsilmiş və kənara çıxan hissələri bərabər olmalıdır. Kəsilmiş. 0,5, 1,5 hissəsinə bərabərdir. Bəli, kəsilmiş və kənara çıxan, düzdürmü? Hə, Bəli. sən afərin olsun. Bəs nə qədər eninə bərabər olur dedik? 0,5, 1,5 hissəsinə. Aha. Əgər nişanlama eninə uzunluğa varsa nə ilə nişanlayırıq? Dörd tərəfdən desə nə vasitəsilə nişanladıq? Elinin uzunluğuna deyirsə əgər xəttkeşlə çəkilir. Əgər dörd tərəfdən deyirsə, bu zaman bucaqlıq ilə eninə xəttlər çəkilir. Keçdik. Kəsiləcək hissə necə nişanlanılırdı? X işarələ, X hərfi ilə də. Bəli. Bucaqlıq və reysmus necə yerləşdirilir məlumatın üzərində? Hansı en, hansı uzun? Bucaqlıq eninə, reysmus uzunluğuna. Afərin olsun. Kəsilir, kəsim atları uyğunlaşdırılır. Xırda dişli mişarla kəsim atılır. İskənə ilə kəsilir. İskənə və törpü ilə uyğunlaşdırılır. Afərin. Məsafə nə qədər olur? 10-15 mm. Afərin olsun. Gəldik şikant birləşməsi. Şikant hansı sözdən götürülüb? Fransız dilində yumru taxma zivanadır. Ardıcıllığın deyil. Yox. Bax şikantın özünün sözü mənasını denə, fransız dilində mənasını denə. Yumru oduncaq milli. Bəli, yumru oduncaq mildir. Fransız dilində isə nədir? Taxma zivana. Keçdik. Şikant birləşməsinin ardıcıllığını gətir. Deşik açılır, şikanta yapışkan sürtülür və geydirilir. Sonra sıxacın arasında yerləşdirilərək sıxılır. Daha sonra isə sıxdıqdan sonra ölçüləri nəzarət olunur. Sonra xırda dişli mişar ilə mişarlanır. Nədir xırda dişli mişarlanan nədir? Kənara çıxan hissəsi. Yəni yapışqanın bərk yapışqan ki olur ha, bax odur. Yapışqanın kənara çıxan hissəsi xırda dişli mişarla mişarlanır. Sonra kənardan mərkəzə doğru rəndə ilə yonulur və ən sonda yeyə və sumaka kağızı ilə təmizlənir. Harda istifadə olunur bu şikant birləşməsi? Çərçivədə, yeşiklərdə istifadə olunur. Çərçivə, yeşik birləşməsində, daha sonra balkonlarda, pəncərələrdə, düzdürmü? Yaxşı, yeşiyin hissələrini say. Divarcıq, altlıq və ara kəsimə. Afərin olsun. Afərin, mükəmməl. Gəlsin buyursun Mehri müəllimə. Axşamlıq müəllimə gecikmişdim biraz. Narahat olmayın. Çərçivə və stent kimi məlumatların birləşdirilməsi uclarına yaxın yerdə və ortada necə birləşdirilir? Bucaq altında. Salam axşamınız xeyir. 20:00-da birləşmirik biz. Bu deyil gecikmişəm deyil Mehri müəllimə. Eybi yox, Rəda müəllim, axşamınız xeyir. Aha. Deməli, çərçivə və stentlərdə oduncaq kimi məlumatlar yalnız düzbucaq yaxın yerlərdə, düzbucaq altında, ortasında isə düzbucaq altında yenə. Bəli. Yalnız düzbucaq altında. Aha. Hansı bucaq altında birləşməsi az tətbiq olunur? Müxtəlif bucaqlar. Pillər taxma nə olur? Pilləli taxma yarıya qədər, yarısına qədər kəsilmiş hissədir də pilləli Bəli, taxma. qalınlığının yarısı olardı. Yarısına birləşərsə bu pilləli taxma. Pilləli Keçdik. taxmadır. Düz bucaq altında birləşərsə nəyə bərabər olur? Nə dediniz müəllimə? Deməli, əgər terciklər düz bucaq altında birləşərsə nəyə bərabər olur? Düz bucaq altında birləşərsə, terciyin məmulatın uzunluğuna, gələcək məmulatın eninə və uzunluğuna xəttkeşlə nişanlanır o da. Yox, o düz gəlmişdizsə, uzun və eni bərabər olacaq, amma uzun və eni bərabər olur da. Terciklərin uzunu eninə bərabər olur. Bəs uclarına yaxın yerini birləşəndə? Nə dediniz müəllimə? Uclarına yaxın yerdə, hə. Ucları müəllimə birləşəndə kənarları kəsilmiş olur da, bərabər olmalı. Bəli. Kənarları kəsilmiş hissə isə 0,5 və 1,5 mm olmalıdır. Yəni uzunluğa birləşən zaman kəsilmiş və kənara çıxan hissə bərabər Kəsilmiş olur. hissəsi. Aha. Düz bucaq altında birləşəndə nə vasitəsilə? Eninə Düz uzunluq. bucaq altında birləşmələr terciklərin gələcək məmulatın xəttkeşlə nişanlayırıq, nişanlama aparırıq da müəllimə. Amma bucaqlıq olanda 4 tərəfdən nişanlama aparırıq. En uzun görsək xəttkeşdir. Bəli.
Xəttkeşdir, bəli. Bəli. En uzun. 4 tərəfdirsə bucaqlıqdır. Kəsiləcək hissə necə Bucaqlıqdır. nişanlanılır? Kəsiləcək hissə kəsiləcək hissə xəttkeşlə yox. Necə nişanlanılır? Hə, X işarəsi ilə. Bəli. X işarəsi Kitab ilə. bağlamısınız müəllimə? Yox, müəllim, mənim kitabım ha yoxdur. Yoxdur. Yaxşı. Yox. Bucaqlıq və reismus məmulatın üzərində necə yerləşdirilir? Hə, bucaqlıq tirciyin tən ortasından yerləşdirilir. Paz və qəlib vasitəsilə xəttlər çəkilir. Sonra tirciyin lifləri uzunu xırda dişli mişarlayırıq. Belə müəllimə. Yox, müəllimə, mən soruşdum başqa şeydə. Əgər bucaqlıq məmulatın üzərində, yəni oduncaq parçasının üzərində bucaqlıq eninə, reismus isə Reismus isə uzunluğa. bəli. Kəsim atılır, kəsilir, uyğunlaşdırılır. Hə, kəsim atılır müəllimə xırda dişli mişarla kəsilir iskənə, xarratla, ümumi götürəndə isə iskənə və törpüdür. Xarrat iskənəsidir. İskənə və törpü ilə də uyğunlaşdırılır. Burada məsafə nə qədər olur? Məsafə 10-15 millimetr. Bəs şikant birləşməsi nə deyir və fransız dilində şikant birləşməsi nə deyilir? Şikant birləşməsi şikant taxma mil deməkdir. Şikant isə fransız dilində yumru taxma zivana deyilir müəllimə. Oduncaq mı? Aha, yumru Bunu taxma. mən əzbərləmişəm müəllimə. Bayaqları oxudum, çoxulu. Heç Yox, olmasa bir 20 dəfə oxumuşam. maşallah, yox, yaxşısınız müəllim. Şikant birləşməsinin ardıcıllığını gətirin. Deməli müəllimə birləşmələri deşik açılır, sonra həmin deşiyə şikant yapışqan sürtülərək yerləşdirilir. Sonra isə deməli xırda dişli mişarla kənarları kəsilir, başlıqları isə rəndə ilə yonulur və yeyə və sumbata kağızı ilə nədir orada təmizlənir. Hə, bir dənə orada demədiniz ki, 24 saat ərzində saxlanılır ki, bərk olmuş. Ərzində o qalır da. Yapışqan vasitəsi, yapışqanda kəsilir. Yaxşı müəllimə, harda rast gəlmisiniz şikant birləşməsinə? Şikantda çərçivələrdə, pəncərələrdə belə. Bəs Oduncaq pəncərələrdə. bəli, balkonlarda və s. Kəsdiksiz mənə deyin görüm, yeşiyin hissələrindən danışın. Divarcıqdır, ara kəsmədir, atlıqdır. Ay maşallah. Belə. Qəşəng öyrənmişdiniz, çiçək kimi. Gəlsin. Bir dəfə oxuyan belə oldu. Nə gözəl. Gəlsin İradə müəllimə, buyursun. Yaxşı, Mənzərə müəllimə, siz gəlin. Deməli, çərçivə və stent kimi məmulatları uclarına yaxın yerdən və ortadan birləşdirəndə nəyə bərabər olur? Necə birləşdirmək olur? Müəllimə, demək uclarını deyirsinizsə, o uzunlar və düz bucaq altındadır. Uclarına deyirsinizsə düz bucaq uzundadır, amma ortasından deyirsinizsə yalnız düz bucaq altındadır. Bəli, pilləri taxma nə olur? Pilləri taxma odur ki, yəni ki, birləşdiriləcək hissənin yarısı deməkdir müəllimə. Birləşdirəcək hissənin, yəni yarısına bərabər olması, qalınlığının yarısına. Bəs desək ki, hansı bucaq altında birləşməsi daha az tətbiq olunur? Müxtəlif bucaqlardır müəllimə. Afərin. Əgər birləşdirəcək hissə düz bucaq altında birləşirsə nəyə bərabər olur? Uzunu eninə bərabərdir müəllimə. Aha, uzun eni bərabər olur. Bəs uzunluğa birləşdirərsə? Uzunluğa birləşdirirsə, deyir orada kəsilmiş bir də kənara çıxmış hissələrə bərabərdir. Nişanlama əməliyyatı aparılır en uzun hansında? 4 tərəfdəndirsə nə vasitəsilə? 4 tərəflənsə deyirsə bucaqlıqdır, eninə uzunluğa deyirsə xəttkeş vasitəsilə müəllimə. Sonra afərin olsun. Kəsiləcək hissə nə ilə necə nişanlanır daha doğrusu? Kəsiləcək hissə X işarəsindən nişanlanır müəllimə. Bəs reismus və bucaqlıq məmulatın üzərində necə yerləşdirilir? Hə, reismus 5-ci sinifdən o yadımdadır ki, 2 dənə paralel xətt idi. Reismus demək eninin tam ortasında olur. Reismus eninin tam ortasında o olur. Orada nə idi? Qəlb də paza birləşdirilir. Bəli, onu bilirik müəllimə. Mən sizə deyim ki, məmulat bir oduncaq parçası düzdür. Bucaqlıqla
uzunu eni ölçülür, yoxsa radiusunun eni uzunluğu hansıdır? Bu haqqda məlumat verin. Bucaqlıqla eni uzunu ölçülür. Bucaqlıqla endir, radiusundan uzunluqda. Axı mən onu demişdim, həm də sizə vurğulamışdım ki, oxuyarsınız həmin nahiyəndə. Yaxşı. Siz mənə deyin görək, kəsilir. Demək, kəsim atılır, kəsilir, uyğunlaşdırılır. Kəsilir. Bir dəqiqə. Kəsir atılırsa o xırda dişli mişar idi. Kəsir atırsa da xırda dişli mişar idi. Ondan sonra kəsilir xaratla idi. Aha, uyğunlaşdırılır. Bir-birinə birləşdirilirsə də o iskənə idi. Uyğunlaşdırılır. İskənə və törpü vasitəsilə. Yaxşı keçdik. Siz mənə deyin görüm müəllimə. Deməli, bir saniyə. Məsafəni də deyin. 10-15 millimetr idi müəllimə. Keçdik. Şikant bir. Kimin evindən kitab səsi gəlir? Kitabı kim idi vərəqləyən? Yox, səs açan. Mənzərə müəllimə, oraları göstər mənə. Yanımı müəllimə. Kitabdan nəsə baxırdın? Yox müəllimə, burada uşaqlarımın kitablarıdır yanım. Yox, kitablara baxma ya, vərəqlərini elə bil. Yaxşı, Yox, nə işim? şikant birləşməsi harda istifadə olunur? Şkant birləşmələri müəllimə çərçivədə, masada, nə bilim, çərçivə idi, masa idi, stol idi, bax belə. Gördün, sən ürək atdın. Xətrə dəyməsin. Mən hamı eləyirəm. Çox adam bir səs Yox, eşitsin. müəllimə, nəysə, mənim yaxşılığıma görə deyirsiniz, nə deyirsiniz də. Yaxşı, keçdik. Şikant özü hansı sözdən götürülüb, mənası nədir? Fransız sözündən götürüb müəllimə şkant, yəni ki, mil deməkdir də, Oduncarın mili deməkdir. Aha. Şikant birləşməsi yumru oduncaq milidir, amma fransız dilindən isə yumru taxma zivan. Keçdik. Şikant birləşməsinin ardıcılığını gətirin. Şkant birləşmənin ardıcılığı, bu yadımda qalanlar belə idi ki, yəni ki, orada yapışqan vurulurdu, sonra yapışqan vurulurdu, deşiklər sonra nişanlanırdı, ölçülürdü, axırda da vaxt verilirdi də, elə bir yapışqana. 24 saat ərzində də yapışqan yapışdırılırdı sonda. Niyə yapışqana vaxt verirdik? Borcun qaytarmaq üçün, yoxsa necə olurdu? Yaxşı yapışsın deyə də, müəllimə, bərk yapışsın deyə. Hə. Mən dinən də şikant deşik açılır, şikant salınır, yapışqan vurulur, şikant deşiyə salınır, nəzarət edilir, sıxacaq bərkidilir ki, sonra 24 saat da gözlədilir. Sonra nə baş verir? Hə, hamısı mən deyim. Aha. Heç nə axırda da bərkidilir də müəllimə, yapışqan vasitəsilə axırda da nəticə alınır. Hə, nə olur sonra? Bitir, qutardı mövzu. Xeyr, orada bir də yenişik var idi. Yenişik də axırdan ibarətdir, ara kəsmədən ibarət idi. O yüzden sən quş qoyacam, bax, indi özün bil. Qulaq as. Yapışqan bərkidikdən sonra nə edirik? Bitdi işimiz. Yapışqan bərkidiləndən sonra, yəni ki, orada Bərkimiş yapışqanı nə vasitəsilə kəsirik? mişar vasitəsindən də müəllimə. Xırda dişli mişarla. Sonra hansı proses olur? Nə ilə yonuruq? Müəllimə, nə yonuruq? Yeyənlə yonuruq müəllimə. Yeyənlə. Ay müəllimə, yeyənlə sən nə yona bilərsən qurban olum? Yeyənlə nə yonurlar? Yeyənə nə vaxtdan yolunu? İradə müəllimə, iradə. Təmizləyici idi, hə, yeyə təmizləyici, oduncağı təmizləyirdi yeyənlə. Deməli, deyəcəkdin ki, rəndə vasitəsilə kənardan mərkəzə olmaqla yonuruq və yaya və sumbata kağızında təmizləmə əməliyyatını yerinə yetirməliyik, düzdürmü? Yeyənlə təmizləyirdik, hə, 5-ci sinifdə. Eybi yox, yeşin hissələr say. Yeşin hissələr say. Orada yenişikdə atlıq taxtı idi, çərçivə idi, atlıq taxtı idi, bir də ara kəsmə idi. Divarcıqdır. Yeşiyin hissələri. Yaxşı, müəllimə, bir dənə ürək göndərirəm. O axırı heç elə bir ki, axırıncı vərəqə heç baxmamışdın, hə? Əvvəlcədə heç olmayaydın da. Ona görə nə etmək lazımdır? Yaxşı oxumaq lazımdır. Oxumaq lazım, bəli. Sizə afərin demədim bu gün. Buyurun, Yeganə müəllimə. Yeganə müəllimə, dərs oxumusunuz? Oxumuşam, hə. Çərçivə və stent kimi məlumatları birləşdirmək üçün bu enindən və yaxud da uzunluğuna birləşərsə nəyə bərabər olur? Uzun
uzunla düz buzaq altında birləşdirilir. Hə. Enine olanda düz buzaq altında birləşdirilir. Bəli, uclarına yaxın desə düz deyirsiniz. Uzunla düz bucaqdır. Əla. Yaxşı, deyin mənə görə hansı birləşmə az tətbiq olunur? Müxtəlif. Pillər taxma nə olur? Pilləri taxma eni və uzunu bərabər olmalıdır da. Kəsiləcək Qalınlığın yarısı da. qalınlığın yarısına bərabər. Əgər tirciklər düz bucaq altında birləşərsə nəyə bərabər olur? Düz buzaq altında birləşərsə Düz. Aha. Deyir ki, yəni ortadan birləşəndə kəsiləcək. Yəni bu nəyə bərabər olacaqdır? O yarısına bərabərdir də. Bir dəqiqə qoy bunu qoşaq. Aha. Yarısına bərabər deyil, müəllim. Yox. Yox. Onunla da bərabər. Aha. Bəli. Bəs desək ki, uzunluğuna bərabər olanda, uzunluğunu birləşdirən zaman nəyə bərabər olur? Eninə. Deməli. Müəllimə, axı biz demişdik ki, düz bucaq altında birləşərsə, bunun eni ilə uzunu bərabər olur. Amma ki, deməli uclarına yaxındirsə, kəsilmiş və kənara çıxan hissəsi bərabər olur ki, burada da 0,5, eninin 0,5, 1,5 hissəsinin bərabər olacaq. Aydındır müəllimə? Aydındır. Kəsiləcək hissə nə vasitəsilə nişanlanılır? Nişanlanır xəttkeş vasitəsilə. Eninə uzunluğa olarsa xəttkeşlə, bəs dörd tərəfdən olarsa dörd tərəfdirsə müəllimə dərsi yaxşı öyrənməlisinizsə, müəllimə. Dörd tərəfdəndirsə deyəcəksiniz ki, bucaqlıq vasitəsinə. bucaqlıq. Əgər enini uzunu nişanlayırıqsa xəttkeş vasitəsindən, dörd tərəfdən nişanlayırıqsa bucaqlıq vasitəsilə nişanlama əməliyyatı yerinə yetiriləcək. Düzdür müəllimə? Yeganə müəllimə, kəsiləcək hissə necə nişanlanılır? X işarəsinə. Bəli. Keçdik. Siz mənə bildirin görək. Reyismus və bucaqlıq necə yerləşdirilir məlumatın üzərində? Uzunluğa yerləşdirilir, bucaqlıq eninə yerləşdirilir. Bəli. Kəsim atılır, kəsilir və uyğunlaşdırılır. Kəsim atılır xırda dişli mişarla. İskənə ilə kəsilir. Törpü və yeyə ilə də Törpü və nə? Törpü və yeyə ilə də kəsib çıxarılır da. Deməli, iskənə və törpü vasitəsilə uyğunlaşdırılır. İskənə vasitəsilə kəsilir, xırda dişli mişarla kəsim atılırdı. Aha, keçdik. Şkant birləşməsi haqqında məlumat verin. Şkant birləşməsi yumru taxta zivana deməkdir, şkant fransız dilində. Oyuq asılır, yapışqan sürtülür. Həmin oyuğa şkant yerləşdirilir. Sonra onu sıxacıda atlıq taxta ilə bərabər yerləşdirib sıxılır. 24 saat müddətində o quruyandan sonra onu çıxarıb kənara çıxan o qurumuş yapışqanı xırda dişli mişarla kəsilir. Rəndə ilə kənardan mərkəzə doğru yonulur. Sonra da ki, tumbata kağızı ilə də təmizlənir. Deməli, deyirik ki, xırda dişli mişar vasitəsilə kəsilir. Rəndə vasitəsilə kənardan mərkəzdir, mərkəzdən kənardır. Kənardan mərkəzə doğru. Yonulur və sonra isə yonulur. Sonra nə ilə təmizlənir? Sumbata kağızı və yeyə ilə də təmizlənir. Sumbata kağızı və yeyə ilə təmizlənilir. Düzdür. Harda görmüşük şkant birləşməsini? Harda rast gəlmişik? O çərçivələrdə, stollarda, qapılarda, balkonlarda. Balkonlarda istifadə olunur. Əla. Keçik. Yeşiyin hissələr sayın.
Yeşiyin bir iki yan divarcıqlardır. Orta ara kəsməsi var. Bir də atlıq, 4 də atlıq hissəsidir, alt hissəsi. Yaxşı. Keçdik. Müəllimə, deməli ki, siz bilmədiyiniz hissə hansı oldu? Nişanlama Orada əməliyyatı. Düz satıram da normal. Orada bir dənə satdım. Onca əzbərliyəm. əzbərləməyə nə ehtiyac var ki? Əgər baxın, əlimlə demişdim ki, düz bucaq altında birləşərsə, yəni demişdik ancaq ortadan birləşərsə, həm bunun eni, həm də uzunu bərabər olacaq. Düz bucaqda axı biz demişdik düz bucaq, yəni 90 dərəcəyə bərabər olur axı, yadınıza gəlir? Yadıma düşür. Hə, yəni en uzun bərabər olacaq, 90 dərəcəyə bərabər onu düz bucaq altında birləşərsə, eni uzunu bərabər olur. Amma uclarına yaxın desə, ucların kəsiri axı, ona görə kəsilmiş və kənara çıxan hissə bərabər olacaq enini 0,5 1,5 hissəsinə, düzdür? Düzdür. Heç nə yoxdur orada. Əgər en uzunla nişanlanırsa, eni uzunu xətt keçdik. Deməli, bucaqlıq isə 4 tərəfdən nişanlanması isə bucaqlıq vasitəsilə yerinə yetiriləcək. Bu da testlərdə düşəcək sizə. Belə. Heç bir dənə bilmədiyiniz hissə oraydı. Gəlsin. Hə, zəhmət olmasa. Yaxşı. Kim qaldı? Kimdən dərs soruşmamışam? Bir dənə Arzu müəlliməni özüm axıra saxlamışam. Arzu müəllim özüm axıra saxladım sizi. Daha mükəmməl cavab verəsiniz deyə. Hicran müəllimə də elə. Onun kimi. Mən danışmaq istəyirəm. Mən O bir abzası başa düşməmişəm. Qalan hamısını bilirəm. O danışdıqca deyirdim hamısını. Hə, yaxşı. Gəl Hicran müəllimə. Deyin görün mənə, çərçivə və stent kimi məmulatları birləşdirmə zamanı eninə, uzunluğuna nə zaman birləşdirilir? Deməli, bir olanı yaxşı başa düşməmişəm. İndi bildiyim qədər deyim, o birisləri bilirəm. Deməli, çərçivə və stentlərin birləşdirilməsi üçün düz bucaq şəklində birləşdirirsə, onun eni uzunluğuna bərabər olur. Düz başa düşdüm? Aha. Yoxsa kəsilən hissə ora çatmadı. 10 dəfə oxumuşamsa az deyirəm. Müəllim, əlimizi qoyuruq, imtahandayıq. 2 dənə taxta parçasıdır. Deyir, bu taxtanı uclarına yaxın yerdə birləşdirəndə, bax düz bucaq altında, görürsən 90 dərəcə bərabərdir. Bir də ki, uzunluğu olmaqla birləşdirilir. Deyir ki, oduncaq parçasını, yəni çərçivə stent kimi məmulatları uclarına yaxın yerdə uzunluğuna və düz bucaq altında birləşdirmək mümkündür. Amma deyir ki, ortadan birləşdirəndə, bax bu ortadan birləşdirirəm, ha. Bu yalnız 90 dərəcədir. Niyə görə? Çünki bu tərəfində, yox, bunun bu tərəfində də taxta var, bu tərəfində də. Əgər orta sözünü görsəniz, yəni bu ortadan gəlsə düz bucaq altında birləşəcək. Aydındır? Ortada olanda düz bucaq. Onu yadımda saxlayacağam. Uzunluq görsəniz, həm o düz bucaq, həm də uzunluğa olmaqla birləşdirilir. Uzunluq, düz bucaq və bəli, pillərin taxma nədir? Bu abzası tam əzbərləyəcəm. Əzbərləməyə ehtiyac yox. Dediyim kimi başa düşsəz olacaq, yaxşı olacaq. Pillərin taxma nə olur? Pilləli taxma tirciklərin yarısına kəsilmiş hissəsinə pilləli taxma deyilir. Müəllimə, sizcə hansı bucaq altında birləşmə az tətbiq olunurdu? Müxtəlif bucaqlar altında olanlar az tətbiq olunurdu. Bəli. Düz bucaq altında birləşdirəcək hissə nəyə bərabər olur? Yəni ortadan birləşdirdiyimiz, bayaq dediyim kimi. Ortada eninə bərabər olur. Hə. Uzunluğa olanda eninə olur, düz bucaq altında. Uzunu deyiriksə en olur. Bax. Amma düz bucaq altında desək özünə bərabər olur. Düz bucağa bərabər olur. Aha, enlə uzun bərabərdirsə, bu artıq düz bucaq altındadır. Bayaq dediyim kimi. Müəllimə, bunu dərsdən sonra video izah olaraq şəkildə çəkib atacağam sizə ki, nə olur, necə olur, proses necədir. Aha. Yaxşı, deməli, tirciklər uzunluğa birləşdirilərsə nəyə bərabər olacaq? Uzunluğa birləşdirsə eninə bərabər olur. Kəsilmiş və kənara çıxan hissə. Kəsilmiş, o 90 dərəcədə göstərdiyiniz kəsilmiş hissəyə bərabər. Aha. Burada da tirciyin eninin nə qədər hissəsinə bərabər olur? 0,5 1,5 mm. Bəli, en uzunluğa nişanlamaq üçün nədən istifadə olunur? Xəttkeşdən istifadə olunur. 4 tərəfdən bəs? Orada da bucaqlıqdan istifadə olunur. Bucaqlıq. Bəli, kəsiləcək hissə necə nişanlanılır? Kəsiləcək X şəklində nişanlanır. Aha. Deməli, bucaqlıq məmulatın üzərində necə yerləşdirir, resmus necə? Bucaqlıq yerləşdirir enini, resmus uzunluğa. Çiçək kimi. Kəsim atılır, kəsilər uyğunlaşdırılır. Deməli, kəsim
kəsim atılır, mişarla kəsilir. İskənə ilə kəsilir. Tullandığı mişarla kəsilir. İskənə ilə kəsilir. Sonra uyğunlaşır iskənə ilə İskənə ilə neydi o? Buradan buraya yadımdan çıxdı. Narahat olmayın, gözləyirəm. İskənə ilə yox, deyildi. Törpü ilə, yox. Ha. Törpü ilə. Törpüdür. Bəli. İskənə ilə deyil. Bəli, düz deyirsiniz. Burada əsas nüansımız nə idi? Biz bilirik ki, adi bir taxta parçasıdır. Biz bunu ortadan kəsmək istəyirik. Sadəcə deməli kəsim atılır. Elə bir kəsim atılırsa, bu xırda dişli mişarla, amma xırda dişli mişarda baxın bunun ortası var, bunu kəsmək mümkün deyil. Ona görə onu iskənə vasitəsilə. İskənə kəsilirsə iskənə, uyğunlaşdırılırsa iskənə və törpü. Törpü ilə. Məsafə nə qədər olur müəllimə? 10 neçədir? 10 nə? Hə. 10-15 millimetr. Bəli. Yaxşı, şkant birləşməsi haqqında məlumat verin. Hansı sözdən götürülüb, nədir mənası? Şkant birləşməsi sözü zivana yuva demək, taxta birləşməsi deməkdir. Fransız sözü olub. Yumru oduncaq biridir. Fransız dilində də yumru taxma zivanadır. Ardıcıllığını gətirin. Deməli, orada deşiklər açılır, sonra yapışqan sürtülür. Yapışqan sürtüləndən sonra bir-birinə yeydirilir. Altlıq taxta vasitəsilə sıxılır. Sıxıldıqdan sonra 24 saat saxlanıldıqdan sonra qurması üçün. Sonra onu xırda dişli mişarla kənara çıxarırlar. Xırda dişli mişarla kəsilir. Sonra rəndə ilə kənardan mərkəzə doğru təmizlənir. Sonra təmizləndən sonra orada cilalayıcı kağızla, sumbata kağızı və neydi orada, törpü, cilalayıcı ilə yeyək vasitəsilə təmizlənir. Çiçəkçim, bax bunu siz daha qəşəng dediniz, əla. Deyin görək, harada görmüşük, harada rast gəldi şkant birləşməsinə? Bunlardan bizdə çərçivələrin birləşməsində, stolların birləşdirilməsində, belə yerlərdə görmüşük. Balkonlarda və s. Bəs yeşil hissələri sayın? Bəli. Yeşil hissəsini sayın? Yeşil hissə altlıq, ara kəsmələr, bir də kənarlar neydi? Nə deyirdi ona? Altlıqdan ara kəsmə və kənarlarından. Divarcıq. Deməli, burada mən qeyd etdim, Hicran müəllimə ilk birinci vərəq soruşacağam sizdən. Abzası oranı əzbərləyəcək, oranı öyrənə bilmədim. O 90 dərəcə bucaq altında o hansı idi? Burada yazın. Buyurun. İrada müəllimə, çərçivə və stent kimi oduncaq məlumatlarını birləşdirəndə uzunluğuna və düz bucaq altına nəyə bərabər olur? Uclarına və düz bucaq altında olanda. Ortadan birləşdirəndə nəyə bərabər olur? Deməli, düz bucaq altında birləşdirdikdə onların kəsilmiş hissələrinin uzunluğu birləşdirilən detalların eyninə bərabərdir. Deməli, çərçivə və stent kimi məlumatlar uzlarına yaxın yerdə necə birləşdirilir, ortadan necə birləşdirilir? Deməli, çərçivə, stent və s. kimi oduncaq məmulatlarının hazırlanmasında kiçik tirlərin uzlarına yaxın yerlərində, deməli, yaxın yerlərində uzunluğuna və düz bucaq altında, ortasında isə yalnız düz bucaq altında birləşdirilir. Bəli. Pilləli taxma nə olur? Belə birləşmələr kiçik tilin yarısına qədər, demək, qalınlığının yarısına qədər kəsilmiş pilləli taxma deyilir, birləşmə deyilir. Hansı bucaq altında birləşmə daha az tətbiq olunur? Müxtəlif birləşmə altında, deməli, bu növ birləşmələr az tətbiq olunur. Əgər ki, tirciklər düz bucaq altında birləşərsə nəyə, uzlarına yaxın yerdə birləşərsə nəyə bərabər olacaq?
Əgər tirlər düz bucaq altında birləşərsə, onların kəsilmiş hissələri, bayaq dedim, birləşdirilən detalların eninə bərabər olmalıdır. Uzunluğa birləşdirdikdə isə onların kəsilmiş və kənara çıxan hissələri bərabər olmalıdır. Deməli, kəsilmiş hissənin uzunu, deməli, tirciyin eninin 0,5-1,5 hissə nisbətində götürülür. Deməli, əgər eni uzun nişanlanırsa nə vasitəsilə nişanlanır? Əgər kiçik tirciyin eni uzunu nişanlanır dedikdə xəttkeşlə, əgər desək ki, deməli eninə nişanlama xəttləri çəkilir, bu zaman bucaqlıq. Əgər uzununa deməli xəttlər çəkilirsə, bu zaman reismusdan istifadə edilir. Bəs desək kəsici hissə nə vasitəsilə nişanlanılır? Kəsici hissə X vasitəsilə, X ilə qeyd edilir. Sonra kəsiləsi tircik Vestaqın arxa sıxacında bərkidilir. Sonra bərkidildikdən sonra onun hissəsi, deməli, tirciyin kəsiləcək hissəsi uzunluğa və eninə xırda dişli mişarla nişanlama, deməli, xəttinin yanından tam mişarlamadan, deməli, oduncaq parçasından kəsim atılır. Sonra reismus və bucaqlıq necə yerləşdirilir bəs? Reismus, deməli, kiçik tirciyin tən ortasında reismusun ayağı qoyulur, paz ilə, deməli, qəlib birləşdirilir. Bu cür birləşmələrdə elə bir yeşiklərdə, sonra çərçivələrdir, pəncərələrdir, qapı bloklarıdır, stollardır, masalarda belə birləşmələrdən istifadə edilir. Bəli, deməli, biz dedik ki, kəsim atılır xırda dişli mişarla, kəsilir nə vasitəsilə? Kəsilir xarrat iskənəsi ilə, sonra 10-15 millimetr olana qədər, deməli, mişarlanır. Sonra isə xarrat iskənəsi və ya törpü ilə uyğunlaşdırma aparılır. Yaxşı, keçdik. Şikant birləşməsi hansı sözdən götürülür? Ümumiyyətlə, şikant sözün mənası nədir? Şikant deməli, yumru, oduncaq, mil deməkdir. Şikant deməli, fransız sözündən yumru, taxma zivana deməkdir. Şikantın birləşməsi də deməli, oyuq açılır, burğu vasitəsilə deşiyi açılır, şikanta yapışkan sürtülür və həmin deşiyə qeydirilir. Qeydirdikdən sonra taxta parçaları ilə yapışkan sürtülmüş hissə oduncaq parçaları, altda oduncaq parçalar arasında, taxtalar arasında deməli Vestaqın sıxacında sıxılır, quruyana qədər orada saxlanılır 24 saat müddətində. Bəs sıxıldıqdan sonra deməli yapışqan nə vasitəsilə kəsilir? Sıxıldıqdan sonra yapışqan xırda dişli mişarla təmizlənir. Sonra həmin o hissəni deməli rəndə vasitəsilə kənardan mərkəzə doğru deməli qopmaması üçün kənardan mərkəzə doğru təmizlənir, yoğunulur. Sonra isə yeyə və cilalayıcı kağızla təmizlənir. Aha. Yaxşı, keçdik. Yeyə və sumbata kağızı ilə bəli, harda istifadə olunur şikant birləşməsindən? Şikant birləşməsindən çərçivədə, yeşiklərdə istifadə edilir. Müəllimə, yeşiyin hissələrini sayın. Yeşik 1-2 divarcıq, 3 birləşmə, 4 atlıq. Gəlin, Arzu müəllimə. Çərçivə, səs açın zəhmət olmasa. Əla müəllimə, çiçək kimi öyrənmişdi. Çox xoşum gəldi. Buyurun müəllimə. Arzu müəllimə desin görüm çərçivə və stent kimi məmulatların birləşdirilməsi zamanı tən ortadan birləşərsə nəyə bərabərdir? Uzlarına yaxın yerdən birləşərsə nəyə bərabər olacaq? Çərçivə və stent oduncaq birləşmələri, kiçik tirlər uclarına yaxın düz bucaq altında, tən ortadan yalnız düz bucaq altında birləşdirilir. Uzlar, yəni uzundan və düz bucaq altı olurdu uclar. Yaxşı, pillər taxma nədir?
taxma Hı. qalınlığının yarısı kəsilmələri taxma adlanır. Hansı bucaq altında birləşmə daha az tətbiq olunur? Müxtəlif bucaqlar altında. Çiçək kimi. Əla. Müəllimə, düz bucaq altında birləşdirilərsə nəyə bərabər olacaq? Düz bucaq altında Demişdim ki, enlə uzun nə olar bir-birinə? enlə uzunluğa bərabər. Aha. Bəs uzunluqları birləşdirilərsə? Uzunluqları birləşdirilərsə onun kəsilmiş Aha. yarı hissəsi. Kəsilmiş və kənara çıxan hissəsi bərabər olur ki, burada da uzunluğu bərabər. tirciyin eninin nə qədər hissəsinə bərabər olur? Tirciyin eni nə qədər? Hə, uzunluğu tirciyin eninin nə qədər hissəsinə bərabər olurdu? 10-15, 10 deyirsiniz. Yox, məsafə yox. Nə qədər hissəsinə bərabər olurdusa 0,5, 0,5, bir də 0,5, bir də 1,5. Bəli. Bəs tirciklər eninə uzundan nişanlama əməliyyatı ilə aparılır? Deməli, 4 tərəfdən isə nə aparılır? Eninə uzunla xəttkeşlə 4 tərəfdən də Hə, düz deyirsiniz, bucaqlıq, düz deyirsiniz. bucaqlığına. Kəsiləcək hissə necə nişanlanır? Kəsiləcək hissə necə nişanlanır? O ara atma, xırda mişar, onu deyirsiniz Yox, müəllimə? bax kəsiləcək hissəni necə nişanlayırlar? Nə vasitəsilə, hansı formada? Hansı işarəsi nədir işarə? X, belə. X, bəli. Məmulatı deməli kəsim atıb, kəsib, uyğunlaşdıran zaman biz məmulatı hansı harda deməli bərkidirdik? Yaxşı, kəsim atmaq üçün xırda dişli mişarla kəsim atılır, kəsilir. Onu deyirsiniz müəllimə? Deyin. Yox, deyin. Kəsilir. İskənə Aha. vasitəsilə kəsilir. Sonra uyğunlaşdırılır. İskənə və törpü. Hə, yaxşı, bu əməliyyatları yerinə yetirəndə sizcə Verstaqın ön yoxsa arxa sıxacında bərkidirdik məmulatı? Arxa sıxacında. Çiçək kimi, bəli. Nişanlama əməliyyatı yerinə yetirəndə Reismusla sizcə uzunla yoxsa enlə nişanlayırdıq? Reismus eninə, uzununa da, uzununa reismusla, eninə də o bucaqlığına. Çiçək kimi. Gəldik, deməli, şkant birləşməsindən danışın. Şkant birləşməsi, şkant yumru oduncaq birləşməsidir. Fransız sözündən götürülüb. İradə müəllimə. Oduncaq birləşməsidir. Yumru oduncaq zivana birləşməsidir. Yumru oduncaq mili adi şkant özü demək ki, yumru oduncaq milidir. Amma fransız dilindən Fransız dilində də yumru zivana birləşməsidir. Yumru taxma zivan. Keçdik. Oduncaq Oduncaq mili adidir, yumru taxma zivandır fransız dilindən. Ardıcılığı gətirin. Əvvəlcə deşik açılır, sonra o şkantlara yapışqan sürtülür. Şkantlar bir-birinə geydirilir. Sonra Verstaqın sıxacında sıxılır. O nəzarət edilir. 24 saat ərzində quruyur. Quruyandan sonra da onu xırda dişli mişarla o quruyan hissələr, yapışqanlar kəsilir. Rəndə ilə yonulur. Törpü və iskənə ilə təmizlənir. Törpü və iskənə təmizlənmir. Yeyə və sumbata kağızı ilə təmizlənilir. Yeyə və sumbata kağızı təmizlənir. Yeşil hissələri sayın. Yeşil hissələri yan divarlar, ara kəsmə, bir də altlıq taxta. Bəli, altlıq olurdu. Bir də şkant birləşməsindən harda istifadə olunur deyin? Balkonlarda, pəncərə, köhnə taxta pəncərələrdə, çərçivələrdə belə. Bəli, düz deyirsiniz. Əla müəllimə, bu gün də çox mükəmməl öyrənmişdiniz. Gəlsin Tərcün müəllimədən də dərsi soruşub, sonra yeni mövzunu izah edəcəm. Tərcün müəllimə, axşamınız xeyir.
Deyin görün mənə. Çərçivə və stent kimi məlumatlar birləşmək üçün tən ortadan və uzunla deməli uzunlara yaxın bir yerdə birləşdirəndə necə birləşdirmək lazımdır? Ən ortadan yalnız düzbucaq altında, ucda birləşdirəndə uzunla və düzbucaq altında. Nədir pilləri taxma? Tillərin birləşəcək hissələrin qalınlığının yarısının kəsilirsə, bu pillələ taxma adlanır. Az tətbiq olunan birləşmə hansı bucaq altında birləşmə az tətbiq olunur? Müxtəlif. Çiçək kimi. Əgər ki birləşdirəcək hissə düz bucaq altında birləşdirirsə nəyə bərabər olacaq? Düz bucaq altında isə birləşdirən detalın eninə idi, uzunluğa isə bərabər kəsilmiş və kənara çıxarılır. Bəli. Uzunluq tircinenin nə qədər hissəsinə bərabər olurdu? 0,5, 1,5. Bəli. En uzun nişanlanırdı nə vasitəsilə? Nişanlanırdı xəttkeşlə, alet var isə bucaqlıq idi. Mən belə qısa Yaxşı eləmisən. Yox, elə demişəm konspekt olduğu kimi. Əgər dedik ki, en uzun varsa xəttkeşdir, bucaqlıq varsa, deməli 4 tərəfdən isə bucaqlıqdır. Düzdür. Kəsəcək hissə nə vasitəsilə nişanlanır? Necə nişanlanır yəni? Bəli. Deməli hansısa bir məmulatın üzərində əməliyyat yerinə yetirilir. Bu əməliyyatı Verstagın ön yoxsa arxa sıxacına bərkidiririk? Kəsim atılır, kəsilir, uyğunlaşdırılır. Kəsim atılır, xırda dişli mişar, kəsilir iskənə, uyğunlaşdırılır, iskənə və törpü. Müəllimə, deməli reismusla və bucaqlıqla hansı uzun, hansı enə formada nişanlanma əməliyyatı aparılır? Enədir, reismusda uzunladır. Yaxşı, denən görək mənə. Şkant birləşməsi haqqında məlumat ver. Fransız sözü olub. Fransız sözündə yumru taxma zvana deməkdir, amma özü yumru oduncaq mil deyilir. Şkant birləşməsinin ardıcılığını gətir. Ardıcılığını gətirim. Deşik açılır, yapışqan vurulur, nəzarət edilir 24 saat. Mən də qısa söyləmişəm bunu. Aha, denə. 24 saat yonulur mişar, xırda dişli mişar, yox, kəsilir xırda dişli mişarla yonulur rəndənə kənardan mərkəzə. Sonra təmizlənir yeyə və sumbata kağızı ilə. Afərin olsun. Yeyə və sumbata kağızı ilə keçdik. Harda istifadə olunur şkant birləşməsi? Yeşiklərdə, balkonlarda, çərçivələrdə. Əla. Deməli belə. Qaldı bir yeşiyin hissələrini sayın. Var idi divarcılıq, ara kəsmə, bir də ki atlıq. Bəli, tamına 1 saatdır. Mən hər birinci sual cavab etdim. Biri də olsun qalmadı, düzdür. İndi isə yeni mövzunu izah edəcəm. Plus 16-cı mövzunun da sual cavabı qalıb.